TikTokda bir dayı gözəl danışırdı. Deyirdi ki, məşhur Rus pedaqoqu Anton Makarenko deyirmiş: "Ay valideynlər, uşaqlarınıza tərbiyə verməyin, özünüzü tərbiyələndirin. Onsuz da uşaqlar sizə oxşayacaqlar." Gözəl təsbitdir. Təbii ki, təkiddir bu valideynin roluna. Ola bilər tərbiyəli valideynin də yaramaz övladı olsun və yaxud əksinə, yaramaz valideynin çox tərbiyəli övladı ola bilər. Amma mühit çox vacibdir uşağın tərbiyəsində. Ailə mühiti, valideyn özü də bir mühitdir. Valideynlər, ailə mühiti, məktəb mühiti, küçə mühiti, dost mühiti, bunlar hamısı vacib rol oynayır. Amma valideynin rolu daha vacibdir. Təşəkkür edirəm.